acı kuluna. Gelemem kendime yar, gelemem kolay kolay. O zaman gel yanımda kal. Gel de bu gece yıkılsın yoluna, kul köle gönül kapılmış ağlarına. Beni tanırsın, bir kere sevdim, yanarım aşkım adına. Ve bu gece yıkılsın yoluna, kul köle gönül kapılmış ağlarına. Başım önde kapına geldim, yanana da görana da acı kuluna. Gel de bu gece yıkılsın yoluna, kul köle gönül kapılmış ağlarına. Beni tanırsın, bir kere sevdim, yanarım aşkım adına. Ve bu gece yıkılsın yoluna, kul köle gönül kapılmış ağlarına. Başım önde kapına geldim, yanana da görana da acı kuluna. Çiçeği açtı yine ilham baharım, nəğmə oldum bir gönüle vuruldum. Gülistana düştü sanki güzelim, güller içte kızıl güle vuruldum. Çiçeği açtı yine ilham baharım, nəğmə oldum bir gönüle vuruldum. Gülistana düştü sanki güzelim, güller içte kızıl güle vuruldum. Sen dağda mən aranda, dağlara qar yağanda, yolları buz bağlayanda, necə unudum səni. Əminə ay əminə, salma məni qəminə, səni mən çox sevirəm, and olsun imanıma. Biz görürsə görüşək, ulduzlarda barışaq, biz qovuşsak qovuşaq, dağla ara qovuşaq. Səhər vaxtınız xeyir olsun, dəyərli tamaşaçılarım, dəyərli seyircilərim, hər kəsi salamlayıram. Sabahlarımız xeyir uğur açılsın, gözəl açılsın inşallah. Bax, bugün də hər kəsə mən sabahınız xeyir olsun söyləmək üçün gəldim və zəhdimizə sadiq qalaraq yenidən Dünya Televiziyasının efirlərində hər birinizin evinin qonağıyıq, dəyərli tamaşaçılarım. Bugün də mən sizə hər gün söz verəm və çalışıram ki, inanın, öz şəxsi işlərimdən, güclərimdən də əlavə hər gün elə qonaqlar dəvət edirəm ki, ən azından tamaşaçılarımızın keyfi gözəl olsun. Çünki səhərini necə açırsansa insan günün sonuna qədər də bax bu ab-hava ilə də insan davam edir. Ona görə də səhərlərimizi gözəl açaq. Səhər-səhər bir fincan, bax elə bu Savalanın gözəl fincanında bir stəkan çay süzürük özümüz üçün, xahiş edirəm. Və əyləşirik televiziya qarşısında, başlayırıq çayımızı içə-içə bu sabaha baxmağa. Bəli, yeri gəlmişkən Savalan ailəsinə salamlarımı göndərim. Mənim dəyərli sponsorum, verilişimin baş sponsoru olan Savalan ailəsinə salamlarımı göndərim. Səhər-səhər, deməli, səhər-səhər, sağ ol ay qurban, sağ ol ay qurban. Salamlayıram bütün komandamızı da yeri gəlmişkən. Hər kəs salamlayıram, uşaqlar gününüz uğurlu olsun, gözəl əhval-ruhiyyə olsun. Bu nə, hər şey gözəl olsun inşallah və inanıram ki, gözəl də olacaq. Gözəl mövzumuz var, çox gözəl mövzumuz var. Ay qısqanc insanlar, paxılı insanlar, ekrana yaxın əyləşin, xahiş edirəm. Və ələxsus da qısqanclıqdan bugün danışacağıq, amma peşə qısqanclığından, yəni bu şəxsi, qadın, bəy qısqanclığından yox, o olub olacaq, kim istəyir qısqansın, kim istəyir sevsin, kim istəyir ayrılsın. Onu da özünüz bilərsiniz, o sizin şəxsi məsələnizdir. Biz amma bu günləri peşə qısqanclığından danışacağıq. Çox maraqlı bir sujetimiz də olacaq, verilişimizin gedişatına gözəl musiqilər dinləyəcəksiniz, təbii ki, hər şey gözəl olacaq bu günlərim. O peşədə bir-birini qısqanan insanlar var. Məsələn, aparıcılar arasında da var, düzdür, bizim televiziyada bu yoxdur. Şükür sənə Allah ki, yoxdur bu. Var amma, peşə qısqanclığı var, insanın qoymurlar uğur əldə eləsin və yaxud da hansısa bir uğur əldə eləyəndə başlayırıq ki, ona quyu qazaq, düzdür, özümüz düşürük sonunda. Çünki bilirsiniz də, quyu qazanda insan özü düşür. Ona görə də çalışaq, mehriban olaq, səmimi olaq, birinin uğruna sevinək. Bu bizim adımızda, Azərbaycan vətəndaşlığı biz. Gəlin bunu unutmayaq heç olmasa və hər kəsin bütün uğurlarından, bütün xoş
günlərinə sevinməyi bacaraq. İndi qonaqlarımla bərabər bütün bax bu söhbətlərimi davam elətdirəcəm verilişimin gedişatında. Sponsorlarım haqqında qısaca məlumat verim sizə. Verilişimin baş sponsoru olan Savala Mebeliyevnə dərin təşəkkürlərimi bildirirəm. Sumqayıt şəhəri 17-ci mikrorayon Məhəmməd Əsədov küçəsində yerləşir. Hörmətli xanımlarımız və bəylərimiz yalnız şəxsiyyət vəsiqəsinə gedib ürəyinizdən keçən Ben seni çok seviyem de imanıma dinime. İstəyirsən bilirəm, çox sağ ol əzizim, var olasan. Düzdür, bütün günü bir-birimizə ditsəydi, amma çox istəyirsən, buna əminəm, yəni adım kimi əminəm ha özdə. Və növbəti sponsoruma təşəkkürlərimi bildirəm. Bakı şəhərində yerləşən Benay Estetik Mərkəzə dərin təşəkkürlərimi bildirəm. Xanımlarımız, yaz fəslidir. İnsan sevmək istəyir yaz gələndə, qan qaynayır, sevmək istəyir. Sevmək üçün də gözəl olmaq lazımdır. Nə etmək lazımdır? Gözəlləşmək üçün də Benay Estetik Mərkəzə öz tutmaq lazımdır və Həkim Kosmetolog Səadət xanım Həsənovə dərin təşəkkürlərimi bildirəm. Sabah yeri gəlmişkən qonağımız olacaq və növbəti sponsorum Mirvari City'dir. Sumqayıt şəhəri dənizkənarı bulvarda yerləşən. Artıq heç bir istirahət məkanlarına, sanatoriyalara getməyə ehtiyac qalmayacaq. Mənzilinizin bir tək Mirvari City'dən olması kifayət eləyir ki, artıq siz özünüzü gözəl istirahət məkanlarında hiss eləyəsiniz. Sponsorlarım haqqında verilişimizin gedişatında ətraflıca məlumat verəcəm sizlərə. Mənim dəyərli tamaşaçılarım, amma istəyirəm vaxt itirmədən qonaqlarımı dəvət edeyim. Çünki doğrudan da öz sənətində yetərincə kifayət qədər, belə deyim də, peşəkar olan insanları dəvət eləmişəm. Hərəsi öz saat. Ona görə də gözəl musiqilər dinləyə. Danışmağa nə var ki, elə əminə günün 24 saatı, 24 saatın hər saniyəsi, hər dəqiqəsi onsuz da danışır. Gəlin gözəl musiqilər dinləyək. Mən dəvət eləmək istəyirəm, çox böyük sənətkardır. Doğrudan da gözəl gitar ifaçısı da eyni zamanda çox dəyərlidir, bizə əziz olan bir insandır. Doğrudan artıq çox doğmalaşmışıq doğrudan da. Belə yaxın günlərdə də onun inşallah ki konsertinə hazırlaşırıq. Nəinki məni, bütün nəslimiz hazırlaşır onun konsertinə inşallah. Gedəcək Allahın köməkliyi ilə. Sözün əsl mənasında öz sənətində peşəkar olan bir sənətkar gəlir. Rəhman Məmmədli gözəl gitar ifaçısı. Xoş gəlib, səfa gətirib. Gəlsin yanımıza. Çox sağ olun, çox sağ olun. Necəsiz? Sabahınız xeyir olsun. Çox sağ olun. Və bütün tamaşaçılara üst tutaq deyək, sabahınız xeyir olsun. Bütün səhərləriniz, hər günləriniz musiqi ilə açılsın. Təravətli musiqi, gözəl musiqilərlə və sənin o güləri sifətinlə. Sağ olun, çox sağ olun. Rəhman, buyurun əyləşin, rəyiniz harada istəyirsə. Yumşaq dəstimiz çox rahatdır, maşallah olsun. Savalanlandı mı? Bəli. Savalanlandı. Artıq bax görürsün, Rəhman mənim də bilir, savalanlandı. Bəli. Təşəkkür edirəm və birazdan gözəl ifalarınızı eşidəcəyik. Mən istəyirəm növbəti bir qonağımızı dəvət edeyim. Şairə xanımdır, o da tez-tez efirlərimizə görürsünüz. Bu günlərdə gözəl şeirlərini eşidəcəyik, dinləyəcəyik. Bəlkə indi bir Rəhman müəllim müşahidə eləyər, bu günləri gözəl bir şeirlərdə də ifa eləyər Rəhman müəllim, olarmı? Gəlsin gözəl xanımımız Rəhlə Veysəlli. Xoş gəlib, səfa gətirib. Bu günləri gözəl şairəmizdir, yazıçımızdır. Müxtəlif kitabları var, bilirsiniz elə. Bax, bizim bu sabahın kitabxanasında da var onun kitablarından. Xoş gəlmişsiniz Rəhlə xanım, necəsiniz? Necə unudum səni Əminə, ay Əminə Salma məni qəminə Səni mən çox sevirəm Bəli, sizin Veysəlidir. Ay, nə gözəl, qonşumu axtardım, qohumumu tapdım, necəydi o məsəl? Bilirəm də bu sabah görüşdürürük. Deyir, biz aparıcıları, operatorları sevdiyindən görüşdürmür, qovuşdurmur. Qalan hər kəsi görüşdürürəm, qovuşdururam bu sabahda, valla. Sabah gör, mən hər gün nə qədər sabah iş görürəm. Və növbəti müğənnimizi dəvət eləmək istəyirəm, gəlsin. İfası ilə bərabər elə bir start verək, zəhmət olmasa, daha sonra isə maraqlı söhbətlərimiz, müzakirələrimiz davam eləsin. Sözün əsl mənasında şəxsiyyətli bir insandır. Şəxsiyyətli bir bəydir. Özünə, yaşlı ağacın altı bizimdir söyləyəcək. Hər yer bizimdir. Söylürlər ki, rejissorumuz söylür ki, bu günləri istirahət eləyəcəyik. Bu sabahda istirahət eləyəcəyik. Yaşlı ağacın altında yox. Gəlsin gözəl müğənnimiz, dostumuz, əzizimiz Vaqif Şıxəliyev ifası ilə bərabər.
zaman sevginle döyülür, hayatım gitme kal deyip, sevmemişek senin kadar o kimsenin. İnan bana, gözlerin ele hey yolunda, gözlerin bu yolun sonunda, kim kazanar bu çetin oyunda, bir vefasızın. Gözlerin ele hey yolunda, gözlerin bu yolun sonunda, kim kazanar bu çetin oyunda, bir vefasızın. Gitmekten dur, gözüme bak, yüreğimin sesini dinle. Her zaman sevginle döyülür, hayatım gitme kal deyip, sevmemişek senin kadar o kimsenin. İnan bana, gözlerin ele hey yolunda, gözlerin bu yolun sonunda, kim kazanar bu çetin oyunda, bir vefasızın. Gözlerin ele hey yolunda, gözlerin bu yolun sonunda, kim kazanar bu çetin oyunda, bir vefasızın. Gözlerin ele hey yolunda, gözlerin bu yolun sonunda, kim kazanar bu çetin oyunda, bir vefasızın. Gözlerin ele hey yolunda, gözlerin bu yolun sonunda, kim kazanar bu çetin oyunda, bir vefasızın. Sabahın xeyir Vaqif, necəsən? Çox sağ olun, təşəkkür edirəm. Hər vaxtınız xeyirli olsun. Bütün dünya televiziya tamaşaçılarını salamlayıram, dünya Azərbaycanlılarını salamlayıram. Hər vaxtınız xeyirli olsun. Sizləri salamlayıram. Bizim gözəl sənətkarımız Rəhman müəllimi salamlayıram. Çox gözəl bir səhərdir, çox gözəl bir verilişiniz var. Həmişə kimi gözəl, qaynar, isti və çox şadam bu gözəl verilişinizdə iştirak eləyirəm. Sağ olun. Vaqif çoxdan dostlarından deyim biləsiniz. Həqiqətən Çox sağ illərin olun. dostudur Vaqif. Var Və olasın. öz hər zaman o sadiqliyini qoruyub saxlayan bir insanlardır. Və ona görə də bu günlər bu gözəl insanları Təşəkkür dəvət edirəm. eləmişik. Rəhli xanım, necəsiz? İşləriniz necə gedir? Şükür Allahın Gözəlsiniz böyüklüyünə. maşallah bu gündə. Çox sağ olun. Allah razı olsun. Siz də gözəlsiniz. Həmişə gözəl olasınız. Sizin görən gözünüz gözəldir. Təşəkkür ederim əzizim, Çox var sağ olun. olasınız. Şükür Allaha. Mən də salamlayıram bütün televiziya tamaşaçıları, bu Dünya TV'nin izləyicilərini, Azərbaycan xalqını. Allahdan arzum odur ki, günümüz xoş, qadasız, balasız ötüşək. Amin, İnşallah. Rəhli xanım, işləriniz necə gedir? Konsert hazırlaşırıq biz. İnşallah, inşallah çox gərgin işlər gedir. Əvvəla mən bir daha yenidən təkrarən tamaşaçılarımızı salamlayım və qonaqlarımızın mənim üçün çox xoş oldu ki, bu qonaqlarla bugün və təsadüfən həm yerlimlə, valla birinci də çox böyük təsadüf ki, belə görüşdük. Çox sağ olun, çox sağ olun. Həmişə sizə. Məni üzrlü sayasınız ki, yəni Allah eləməsin. və Vaqif haqqında deyim ki, Vaqifin yaşı o qədər çox da deyil. Amma uşaq da deyil, az da deyil. Bax, Vaqifi mən tanıdığım gündən onun tərbiyəsinə, onun şəxsən lap sənətinədir. Mənim çox böyük rəğbətim, hörmətim olub. Mən Vaqifi çox, düzdür, elə hər gün tez-tezdə görüşməsək də,
Amma bir tərbiyəli bir sənətçi kimi mənim çox Vaqifə böyük hörmətim var. Çox sağ ol. Və qaldı ki, konsertə bəli, çox gərgin bu saat işlər gedir. Bu işin təşkilatçısı mənim 3 dəfə beynəlxalq müsabiqələr laureatı oğlum Tural rəhbərlik edir. Onun təşəbbüsüdür, bəli. Onun təşəbbüsüdür və özünün dediyinə görə hələ gitarıya Azərbaycanda bu boyda hörmət olunmuyub. Belə bir iş təşkil edib. Bunu öncədən tamaşaçılara deyirəm və bunu sübut edəcəyik ayın 20-sində Allah qoysa. Simfonik alətlərin müşayiəti ilə Azərbaycan xalq mahnıları, aşıq mahnıları, bəstəkar mahnılarımız belə bir formatda Tural mənə bir iş görüb. Məni belə bir işə salıb, xoş məramlı bir işə. Maşallah. Maşallah gününüz olsun. Hə, Tural, mən neçə dəfə demişəm ki, bir hazırlaşmışam ki, bir dəfə sənə deyim ki, Tural da gətirim. Tural hesab eləyin ki, elə bir ki, anadan natiq doğulub. Yəni, bu cür məndən də yaxşı danışandır, məndən də savadlıdır. 3 dənə akademiya bitirib Tural. Musiqi akademiyasını qırmızı diplomla, sonra Milli Konservatoriyada magistr pilləsini qırmızı diplomla və Moskvada Rusiya Federasiyası prezidenti yanında İdarə Etməkçilik Akademiyasının bu saat diplom müdafiəsindədir və prezident mükafatçısıdır ötən ildə. Əsərlərini, simfoniyalarını Avropanın 5 şəhərində səslənir. Hər dəfə də özündə dəvət edirlər oranı simfonik orkestrinə. Yəni, mən ən azından həmişə qürur duyuram ki, ən azından mənim üçün Tural var. Tural mənim qürur yerimdir. Nə gözəl. Rəhman, mən valla doğrudan da bir valideynin uğurudur da, mən belə başa düşürəm. Mən qeyd edirəm, çox böyük uğurdur. Mən elə həmişə bunu bu cür adlandırıram. Tural mənim həyatda ən böyük uğurumdur. Mən bütün atalara, bütün valideynlərə bu cür övlad, ən azından belə övlad arzulayıram ki, çox sağ ol. Nə bilim, yaxınlarda çoxdur, o qədər uğurları ki, maşallahlar olsun. Bu yaxınlarda da Ukraynada, Dnepropetrovsk şəhərində onun əsərini səhnəyə qoydular orada. Nə bilim, Amerika Birləşmiş Ştatlarında, Texas ştatında 3 televiziya verilişinin, Azərbaycanlıların təşkil edən televiziya verilişinin musiqisi Turalın musiqisi ilə başlayır, yazıb göndərib ora. Bizə də bir musiqi yazsın nə olar ki, buradan haralara göndərir, buradan... Çox böyük məmnuniyyətlə, çox böyük məmnuniyyətlə. Balqaristandan təklif gəlib, o qədər ki, yenə deyirəm, adamın özü yadından çıxır ki, beynəlxalq müsabiqə keçiriləcək ki, buna təklif olunur ki, gəl o beynəlxalq müsabiqə rəhbərlik elə. Görün, nə boyda olur. Bəstəkarlıq üzrə. Bəstəkarlıq, bəli. Maşallah, maşallah. Danışacağıq bütün bunlardan, hörmətli tamaşaçılarımız, çox maşallah olsun, maraqlı gedir söhbətimiz. Mən istəyirəm sponsorumuz haqqında sizlərə məlumat verim. Verilişimin baş sponsoru olan Savalan ailəsindən danışaq. Bəli, Savalan Mebelivinə dərin təşəkkürlərimi bildirəm gözəl xanımlara, Gülərüz xanımlara, sevirəm də Gülərüz xanımlara. Salamlayıram sizi xanımlar. Bilirəm ki, səhər-səhər işə daxil olan kimi Dünya televiziyasını açırsınız və bizə baxırsınız. Gözəl, təbii ki, gələn müştərilərinizlə bərabər və müştərilər daxil olanda onlar da artıq məcbur olurlar ki, birbaşa birinci Dünya televiziyasından baxsınlar, daha sonra gedib mebel seçim eləsinlər. Yalnız şəxsiyyət vəsiqəsindən gedirsiniz, ürəyinizdən keçən bütün mebel dəstlərini əldə edirsiniz. Mən bunu hər verilişimdə söyləyirəm. O qədər insanlara güvənirlər, o qədər insanlara etibar eləyirlər ki, yalnız və yalnız Azərbaycan vətəndaşı olmağınız kifayətdir ki, tək şəxsiyyət vəsiqəsi ilə yumşaq, yataq, gənc, mətbəx mebellərini sizlərə bax versinlər. Kreditli şərtlər var. Elə gedib nağd əldə eləməyəcəksiniz, kreditlə əldə eləyəcəksiniz, amma faizsiz kreditlə. Valla, heç bir zamin, arayış tələb olunmadan, elə yerindəcə sənədləşdirməklə özüm getmişəm, görmüşəm, şahid olmuşam və bunu ekran vasitəsilə sizlərə də, siz tamaşaçılara da çatdırıram. Ünvanı hal-hazırda telefon nömrələrini elə ekranlarınızda görürsünüz. Çarxımızı izləyək və ardınca isə Rəhman müəllimin dəyərli ifası ilə davam edək. Savalan Mebel evi. İllərlə arzuladığınız mebellərin yeni ünvanı. Sumqayıt şəhəri 17-ci mikrorayonunda yenicə fəaliyyətə başlayan Savalan Mebel evi ən son texnologiyalarla hazırlanmış müasir mebellərlə evlərinizi bəzəyəcək. Yataq, qonaq, mətbəx və yumşaq mebelləri rahatlığı və praktikliyi ilə seçilir. Savalan Mebel evi sizə sərfəli kredit şərtləri də təklif edir. Tək şəxsiyyət vəsiqəsi ilə mağaza daxili faizsiz istədiyiniz mebellərə sahib ola bilərsiniz. Hər ayın 25-də Savalan günü qeyd olunduğunda isə sizləri xüsusi kampaniyalar gözləyir. Ünvan Sumqayıt şəhəri, Məhəmməd Əsədov küçəsi 17-ci mikrorayon. Savalan Mebel evi. Evinizin zövqlü ünvanı.
edirəm. Çox sağ olun. İfa eləyən əlləriniz yorulmasın. Minnətdaram. Vaqif, bu günlər danışıq gözəl bir mövzumuz var. Peşə qısqanclığından danışırıq. O qısqanc insanlar var, aşıb daşan o qısqanclıq sindromu. Bəli, doğrudan. Mən belə mövzularla tez-tez rastlaşmışam. Yəni, çıxdığım proqramlarda, verilişlərdə. Doğrudan çox maraqlıdır. Yəni, tamaşaçılar üçün də çox maraqlı bir sualdır. Kimlərdir o qısqanc insanlar, Vaqif? Sən mənə de, mən açım töküm burada. Valla, əlbəttə ki, bir insan, məsəl üçün, istedadı olan bir insan oturur efir qarşısında, baxır, görür ki, məsəl üçün, Vaqif Şıxayliyev orada görürsən və yaxud Rəhman müəllim orada. Amma bu da istedadlıdır. Yəni, sadəcə olaraq baxırdı ki, əşi, mən ondan əlayam, mən orada görsənməliyəm belə. Amma gərək o qısqanclıq eləyən insanlar özləri də bir zəhmət çəkməlidir də. Yəni, musiqiçilərdən gedir ki, əgər mən o insanı orada görürəmsə, deməli, mən də əziyyət çəkib, özümü dırnağımı daşa... O da közə vurmalısan. O da közə vurmalıyam ki, mən də gedib ora çatmalıyam. Bu, yəni, asan iş-dör qıraqdan baxıb bizə həsəd aparırlar ki, əşinə var ki, rahat, əlviz, qolvuz, tərtəmiz, çalıb oxuyub ifa edirsiniz. Vallahi elədir, bu sənətdən çətin bir sənət mən deyərəm yoxdur. İnandırım belədir. Kənardan baxana çox asan gəlir. And olsun Allaha. Yəni, bizi baxıb belə qısqananlar, həsəd aparanlar, düzdür, gözəl sənətdir, səliqəli sənətdir, sevilən sənətdir. Amma bir o qədər çox çətin bir sənətdir. Yəni, biz bir məclisdən çıxıb evə gələndə, gəlib səhərə kimi yatmaq söhbəti yoxdur. Yəni, o insanın qulağında o səs-küy, şum çıxmır. Görün, nə qədər bir çətindir. Yəni, bütün günə bizim əsəblərimiz oyaq. Yəni, bu qısqanclıq da elə bir şeydir ki, yəni, Allah Taala insana yol açır. Təbii ki, Allah istəməsə, insan nə qədər istedadlı olsun, savadlı olsun, ona bir yol açılmalıdır. Yəni, mən istedadı olan insanları efir qarşısında bizi baxıb, baxanlara, yəni mən demək istəyirəm ki, təbii ki, əgər onun istedadı varsa, Allah Taala yol açıbsa, onlar da gec-tez gəlib məqsədlərinə nə vaxtsa nail ola bilərlər. Yəni, bu sənət elə bir şans insanın ola bilər ki, insan var ki, 15 yaşından populyar olur. Bütün dünya onu tanıyır. İnsan da var ki, 40 yaşından sonra populyar ola bilər. Yəni, insanın hər bir... Kimin naxışına vaxt gətirdir? Yaşıl işıq yanan bir vaxtı var da. Ona görə də, yəni, istedadı olan insanlar üzülməsinlər. Nə vaxtsa onlar da Allah Taala onlara bir yol aça bilər. İnanın ki, yatıb səhər durub, bir verilişə çıxıb, elə bir populyar ola bilərlər ki, heç özlərinin də belə ağlına gəlməz ki, mən haradaydım, dünən gəldim, hara çıxdım. Düzdür. Doğrudan belədir, Rəhman müəllim. Əslində bir atalarımızın bir qədim məsələ var, xain ağarmaz heç vaxt. Bəli. İndi deyirsən ki, istedadı var, amma onun içində xainlik varsa o ağara bilməz, o gəlib çata bilməz. Mən Vaqif danışdıqca sözün kəsmək istəmirəm, ümumiyyətlə söz kəsməyi xoşlamıram. Elə qəşəng şirin-şirin danışır. İndi deyirəm ki, haradasa bir 16 yaş aramızda fərq var bizim Vaqiflə. Maşallah, artıq 40-ı haqlayıb deyəsən işliyimə görə. Hə, Vaqif. İndi gör Vaqif, sən bu cür danışsansan mənim qardaşım, gör mən nələr görmüşəm də. Sizin bugünkü mövzu ilə əlaqədar mən nələr görmüşəm. Bilirəm, nələr görmüsünüz, danışarsınız, tamaşaçımız var, Bərdədən zəng vurub. Səbuhi bəydir, səhv eləmirəmsə. Alo, bütün Bərdəlilərə salam göndərəm, baxırlar, izlər bizə, eşq olsun sizə. Alo, Səbuhi bəy. Səsi çox zəif gəlir. Səsimiz... Sizdir Əminə xatun. Bəli. Mələkəm Əminə xanım, sizi həmişə Allah Taala dünya verilişinə əski eləməsin, sizi doğan ananın əllərindən öpürəm. Çox namuslu, qeyrətlisiniz. Allah sizə uzun ömür, can sağlığı, gün olsun ki, Qarabağ torpağımız, Ali Baş Komandanımız Cənab İlham Əliyevin əmrinlə qayıtsın. Qarabağ torpağında keçirdəsiz o verilişi. Amin, amin inşallah, amin. Təşəkkür edirik sizə, var olasınız, çox sağ olun, minnətdarıq. Tamaşaçımız da sağ olsunlar, səhər-səhər yuxudan dururlar, oyanırlar, baxırlar verilişimizə, efrimizə, izləyirlər, bütün bölgələrimizə. Mən, Azərbaycan hər yeri bizim, yəni bunu söz xatirinə demirəm, doğrudan, valla hər yer mənə doğmadı. Hər yer, bütün bölgələrimiz, hər kəsə salamlarımı göndərəm, bütün bizi izləyənlər, öpürəm sizi, bağrımıza basıram, sağ olun ki, səhərinizi məhz bu sabahla açırsınız. Ay Vaqif, bir ifa işidək sizdən.
Mən istəyərdim gözəl musiqi müğənni Hacı Nazimdən Ah çəksəm ifa edən. Onun ifaları Bəli, gözəldir. mənə yazdığı Ah çəksəm mahnısı sözlər Altay Yaşarın, aranjman Cavid Cavadoğlu'nundur. Hər üçünə də salamlarımı göndərirəm və Ah çəksəm ifa edirəm. Ah çəkmək. Qəlbimə o qədər dolub varmısan, İçimdə məndən çox sən tapdın inan. Səni hisslərimə toxumuşam mən, sən bütün yolların son ünvanısan. Qəlbimə o qədər dolub varmısan, İçimdə məndən çox sən tapdın inan. Səni hisslərimə toxumuşam mən, sən bütün yolların son ünvanısan. Səni hisslərimə toxumuşam mən, sən bütün yolların son ünvanısan. Ah çəksəm canımdan söylə çıxarsan, yoxsa ağlar olsam gözdən axarsan. Səni nəfəsimdə hiss edirəm mən, qəlbimin nəbzi sən damarda qansan. Qəlbimə o qədər dolub varmısan, İçimdə məndən çox sən tapdın inan. Səni hisslərimə toxumuşam mən, sən bütün yolların son ünvanısan. Səni hisslərimə toxumuşam mən, sən bütün yolların son ünvanısan. Ah çəksəm canımdan söylə çıxarsan, yoxsa ağlar olsam gözdən axarsan. Səni nəfəsimdə hiss edirəm mən, qəlbimin nəbzi sən damarda qansan. Canımdan söylə çıxarsan, yoxsa ağlar olsam gözdən axarsan. Səni nəfəsimdə hiss edirəm mən, qəlbimin nəbzi sən damarda qansan. Ah çəksən. Teşekkür
Təşəkkür edirəm. Təşəkkür olmaq və çox sağ olun. Bütün Dünya Televiziyası hal-hazırda bizə baxır, izləyir. Salamlarımızı göndərir bütün komandaya. Salamlarımı göndərəm efir direktorumuz. Çox sağ olun. Öz diqqətinizdən heç zaman bizi kənarda qoymursunuz. Səhər-səhər gəlib bizə baxırsınız və bilirəm ki, bugünkü qonaqlarımı özünüz söyləmişsiniz ki, çox bəyənirsiniz. Təşəkkür edirəm sizə. Minnətdaram. İnşallah belə yaxınlarımızın toyunda gəlsinlər, gözəl ifalarını səsləndirsinlər. Öpürəm sizi, bağrıma basıram. Bəli. Danışacaq, Rəhlə xanımdan indi danışacağım. Onun yerini mən darıxdım. Yerli pərəstlik özünü göstərir də. Onun yerini mən darıxdım. Rəhlə xanım, peşə qısqanclığından danışırıq. Bilirəm ki, siz də çox qarşılaşmışsınız belə şeylərlə. Mən görənləri Allah heç kimə göstərməz. Vay. Danışın. Siz qısqanclıq dedikdə ən çox insanın daxilində paxıllıq hissi gizlənir. Paxıl insan qarşısında birini yaxşı görəndə istər-istəməz özünün nə gəl istedadı varsa da, yoxsa da paxıl insan qısqanacaqdır. Mütləq çalışacaq onun haradasa bir yaxşı sözünü yox, pis sözünü desin. O gördüyü yaxşını da heç vaxtı yaxşı qiymətləndirməyəcək. Paxıllıq insanın daxilindədir. Mən deyərdim ki, bu bir epidemiya kimi, bir xəstəlik kimi insanın daxilində onu qurt kimi yeyir içindən. Valla, mən onun dərmanını bilsəydim, Rəhlə xanım, özüm şəxsələ müalicə eləyərdim. Yoxdur, o genlə gələn, nə bilim, daxildən gələn insanın xislətidir. Daxilində olan hər insana bir xasiyyət verilir də ilahi tərəfindən. O paxıl insanlarda heç vaxt inanmayın ki, nə vaxtsa o insan düzələr, yəni kiməsə paxıllıq eləməz. O onun həyatında, onun həyatına daxil olmuş iç dünyasının təzahürüdür, vururuca. İstər-istəməz o onu biruzə verir, qısqanır, haradasa da görürsə, mənim başıma gəlibdir, elə bir zərbə almışam ki, mən elə, yəni ki, olub da həyatda, mən də rastlaşmışam belə şeylərlə, var. Ən çox da mən bilirəm ki, o qısqanc insanlar, o ki, qısqanır, onlar paxıl adamlardır. İçində xəstəlik. Mücərrət yəni ki, olmayan. Qrip bilirsən ki, qripdir, burnu axır. Amma mücərrət xəstəlikdir, onun müalicəsi olmaz ki, o xəstəlik. Ceyhan bəy, zəng gəlib, tamaşaçımız sizlə danışmaq istəyir. Məmnuniyyətlə, çox böyük. Saraydan gəlib zəngimiz səhv eləmirəmsə. Alo. Alo. Bəli. Alo. Sabahınız xeyir olsun. Sabahınız xeyir. Buyurun, eşidirik sizi. Salamlayıram qonaqlar hamısın. Təşəkkür edirəm, var olun. Dərman müəllim var nə yox? Kimdən danışırıq, olar bilək? Əlhəmdülillah, yaxşıyam inşallah. Hacı Adil Xocavənddən. Xocavənddən. Çox gözəl, Allah ömür versin sizə. Amma saraydan danışıram da, Qurt tərəsindən. O, bizim nəvəlin toyunda iştirak eləyir, çoxdan görükmür. İndi o bir nəvəniz içində bir toy eləyin, inşallah görünsün. İndi gördüm, çox şad oldum. Allah həmişə onu var eləsin. Çox sağ olun. Sizi də var olasınız həmişə. Çox sağ olun. Sənətinə yüksək qiymət veririk bütün ailəmiz. Təşəkkür edirik. Həmişə var olasan, Rəhman müəllim. Var olun. Tez görükəsən. Çoxdan da görmürük səni, darıxırdıq. Sizin ürəyiniz kim istədi, mənə söyləyin, bir kəlmə çağırım, dəvət edeyim. Çox sağ olun. Bax, o nəvənizin toyunu görmüşsünüz, bir dənə nəticə toyu görəsiniz inşallah. Amin inşallah. Nə yaxşı ki, sizlər varsınız. Təşəkkür edirik zənginizə görə, minnətdarıq, var olasınız. Bütün Ziyavuran tamaşaçılarımıza dərin təşəkkürlərimi bildirəm. Belna Estetik Mərkəzdən danışmaq istəyirəm sizlər üçün. Verilişimizin sponsoru, hörmətli xanımlarımız. Yaz fəslidir, müxtəliflərimizdə problemlər yaranır, müxtəlif, belə deyim də, proseslərin şahidi oluruq və bunun üçün də ürəyinizdən keçən bütün kosmetoloji prosedurların həyata keçməsini istəyirsinizsə, Belna Estetik Mərkəzi öz tutursunuz. Gözəl həkimlər, peşəkar, öz işini bilən insanlar orada çalışırlar, fəaliyyət göstərirlər. Mən təşəkkürlərimi bildirəm bütün xanımlarımıza və elə sabahları inşallah ki, Sədət xanım özü efirimizdə qonaq olacaq. Bizə baş verən, orada bax, hal-hazırda gedən prosedurlarda nə yeniliklər varsa, hamısından bir söhbət açacaq və canlı-canlı zəng vurub özünüz suallarınızı ünvanlayacaqsınız Sədət xanıma. Təşəkkürlərimi bildirəm, elə hal-hazırda çarxı da ekranda görürsünüz. Bax, Mənzurə xanım da, Sevda xanım da gediblər, özləri şahidi olublar və təbii ki, nəticəsini görüblər, efirimizə gəlib canlı-canlı da söyləyiblər bizə. Çarxımız izləyək, ardınca isə Rəhman müəllimin gözəl ifasından davam edək. Əgər gözəlləşmək istəyirsinizsə, Belna Estetik Mərkəzinə Səadət Həsənovaya müraciət edin.
İndi də gəlmişəm botoksa. Bu cavanlaşmanı saxlamaq üçün Vilina Estetik Mərkəzinə müraciət etsinlər. Bugün Sevdə xanıma cavanlaşma prosedurlarından biri olan Business Lady və yaxud da SMUS cavanlaşma proseduruna etdik. Əməliyyatsız, kəsiksiz, qansız, anesteziyasız üz dartma effektini almaq olur.
Eşq olsun, eşq olsun. Rəhman Allah sizə can sağlığı versin. Dedim, fikirləşdim ki, hərdən bir duyğulanmaq da lazımdır, həmişə gülmək olmaz. Gözəldir, var. Çox sağ olun, çox sağ olun. Allah qəniqən rəhmət eləsin, Ramiz Mirişliyə. Amin, amin, amin. Lazımdır, həmişə gülmək olmaz. Gözəl bir əsərdir, gözəl də sevgi ifa eləyir. Rəhman müəllim. Ruhu dincəlir, bəli, ruhu qidalanır, həqiqətən. Rəhlə xanım, bu gözəl ifadan sonra bir şeirin yeri var. Rejissorumuz yəqin ki, bir gözəl, xahiş edirəm. Şeiri deməmiş bircə cümlə deyim. Buyurun, buyurun. Bu segahla əlaqədar və mövzumuz qısqanclıqdır deyə. Bir dənə sənətçi dostum var, bu yaxınlarda bu segaha qulaq asıb, Instagram səhifəsinə də qoyub onu. Altından da yazıb Mənim ki, ifam. ürəyi zəif olanlar qulaq asmasınlar. Yəni qısqanclıq yoxdur da onda da. Ürəyi zəif olanlar bunu qulaq asın. Tamaşaçımızı qəbul eləyə, ardınca siz Rəhlə xanımdan gözəl ifa işləyəcək mütləq şəkildə. Rəhlə xanım yaman ləngid. Alo. Alo. Bəli. Sabahınız xeyir qızım. Ay, hər vaxtınız xeyir olsun. Sabahınız xeyir olsun. Hər vaxtınız xeyir. Necəsiz? Necəsiz qızım? Yaxşıyam, valla sağ olun. Siz necəsiz? Çox sağ olun. Biz sizi sevirik qızım. Allah səni xoşbəxt eləsin. Sağ olun, əzizim, var Sizin olasın. verilişiniz həmişə davamlı olsun. Amin, amin. Uğurlar arzulayıram sizə. Hə, bizim gözəl müğənnilərimizi, şairələrimizi ora yığdığınız üçün sizə minnətdarıq. Var olun, var olun. Hardan zəng vurmusunuz hanım? Mən Füzuli rayonundan müvəqqəti Sumqayıta məskunlaşmışam. Aha, aha. Amin. Rəhman müəllimi ürəkdən alqışlayıram. Çox sağ olun. O bizim Füzuli rayonu fəxridir. Çox sağ ol, aynenə, çox sağ olasan. Allah ömür versin. Bizim yurdumuz Ağabala yurdudur. Allah sizə can sağlığı versin, var olasınız, minnətdarıq, çox sağ olun. Buyurun Rəhlə xanım, dinləyək sizi. Mən istəyirəm ki, mən yanan tək o da yanan. Aha. Hanı qədir bilənlərim, mən yanan tək o da yanan. Büdrəyəndə ayaqlarım, verə kömək, güc dayanar. Haray verə, hay eyləyə, sevincinə pay eyləyə, xoşbəxtlərə tay eyləyə, mən yanan tək o da yanan. Çəkə elin qeyrətini, göstərə əzəmətini, duya vətən həsrətini, mən yanan tək o da yana. Vətən yoxdur, dayaqsızam, həm əlsizəm, ayaqsızam, neçə ildir soraqsızam, mən yanan tək o da yana. Ömrə dayaq güman olub, könlüm çox şey uman olub, haqq içində yanan olub, mən yanan tək o da yana. Veysəlliyəm, rahiləyəm, usanmadan haqq diləyəm, kimim var ki, kimə deyəm, mən yanan tək o da yana. Sizi sevən bizlər varıq, Rəhlə xanım. Biz sizi sevirik, bilirsiniz bunu, həqiqətən də. Hər zaman şeirlərinizi sevə-sevə dinləyirik. Bir dənə də istəyirəm şeir oxuyum, əgər... Əlbəttə ki, sevə-sevə dinləyək. Yerim elə bir ki, bir yerlikdə biz Füzuli rayonundan elə öz yerimizə, bağımıza, bağçamıza həsr eləmişəm. Köçkün düşüb əsir oldum dağlar, səndə mənim əmanətim qalıbdır. Ata yurdum, ana yurdum virandır, vətən adlı məmləkətim qalıbdır. Bağça-bağsız nalə çəkib ağlaram, el obasız könlüm başında ağlaram, xan araz tək, hey coşaram, çağlaram, əsarətdə ar qeyrətim qalıbdır. Ana vətən, ana torpaq qanımdır, canımdır, damarımda axan vətən qanımdır. Azərbaycan şöhrətimdir, şanımdır, əsir yurtda çox sərvətim qalıbdır. Vətən əsir, torpaq əsir, dağ əsir, bülbül əsir, bağça əsir, bağ əsir, yollarımı dərə kəsir, dağ kəsir, sözlərimdə həm firqətim qalıbdır. Rahiləyəm, dözəmmirəm hicrana, gözlərimdən çeşmə dönüb leysana, nə deyim ki, üzü dönmüş devrana, gəl anacan, söz söhbətim qalıbdır, gəl anacan, söz söhbətim qalıbdır. Aşq olsun sizə. Çox sağ olun Rəhlə xanım, Allah sizə can sağlığı versin. Siz də sağ olun. Və kitabın da adı ikiyə bölünmüş dünyam. Bəli, dünyamız iki bölünür.
Hörmətli tamaşaçılarımız, sizə növbəti təbii ki, eşidəcəyik şeirləri, gözəl şeirləri bu günlər çox eşidəcəyik. Sponsorum oxuyarıq. Az da məhəbbətdən oxuyarıq. Cavanlarımız, gənclərimiz də, cavanlarımız da bilirəm, biz izləyirlər. Birazdan ürəklərici olacaq. İnşallah gözəl sevgi, məhəbbət şeirləri də dinləyəcəyik bu günləri. İstəyirəm sizə Mirvari City'dən danışım. Sumqayıt şəhəri dənizkənarı bulvarda yerləşən Mirvari City çox gözəl bir mənzillərdir. Bax, aynan açırsan, o qədər gözəl mənzillər görsən ki, insanın ürəyi açılır. İnsan, hörmətli qonaqlarım, gözəllik görəndə axı gözümüz də dincəlir, ruhumuz dincəlir. Düzdür, müəyyən insanlar var ki, bayaqdan paxıllığımızdan çəkən o insanlardan danışırıq. Hansı ki, gözəlliyi görüb dilə gətirə bilməyən, dili quruyur, sanki o gözəlliyə gözəl desinlər. Vallahi, bilmirəm mən həmin insanlara nə deyim. Amma gözəl məkan görəndə, gözəl yerlər görəndə, gözəl insanlar görəndə insanın ürəyi açılır. Necə ki, bu günlər gözəl qonaqlarım var. Ünsiyyətdəyəm, həm söhbətəm, ürəyim açılır. Vallahi, xoş oluram. Bilirəm ki, mənim qədər də tamaşaçılarımız bizə baxırlar. Bax, hal-hazırda görürsünüz. Güvənlik sistemi var, geniş avtodayanacaq sayəsində malikdir. Uşaqlarınız üçün, özünüz üçün əyləncə məkanları var, idman kompleksləri var, gözəl yaşayış obyektləri var. Bir sözlə, 5 ulduzlu həyat yaşamaq istəyirsinizsə, mənziliniz Mirvari City'dən olsun. Təşək, bəli, hətta Vaqif. Çox gözəl bir məkandır, çox gözəl bir yerdir. Xanımlarımız, belə deyim də, artıq bəylərimiz bunu bilirlər, yəqin ki, yaxşı bilərsiniz. Həyat yoldaşlarına tez söylürlər ki, məni xarici ölkələrə apar istirahətə. Başınızın dinc, sakit olmasını istəyirsinizsə, Mirvari City'dən ev alın və salam. Day deməyəcək, mən ora bura apar. Elə Mirvari City'də dincələcəklər. Sanatoriyada. Bəli, gözəl məkandır, Əhlə xanım. Belə sanatoriyalara, xarici ölkələrə, ay ora gedim, ay bura gedim, belə müəyyən qədər məvacib sərf eləyim, heç bir ehtiyac yoxdur. Özünüz də, övladınız da güvənlidə qalacaqsınız hər zaman, çünki 24 saat güvənlik sistemi var. Təşəkkürlərimi bildirirəm Mirvari City'yə, çarxımızı izləyək, ardınca isə Vaqiflə davam edək. Sumqayıt şəhəri dənizkənarı bulvarda yerləşən Mirvari City yaşayış kompleksində hər kəsin xəyal edə biləcəyi möhtəşəm dəniz mənzərəli mənzillər sizin həyatınıza rəng qatacaq. Artıq sanatoriya, tətil və istirahət mərkəzlərinə getməyə ehtiyac yoxdur. Siz bu gözəl anları hər gün evinizdə yaşayacaqsınız. İşıqlı və geniş mənzillər, mərkəzləşdirilmiş 24 saat güvənlik sistemi, yeraltı avtodayanacaq, açıq havada uşaq, idman və əyləncə parkı, yaşayış obyektləri. Bir sözlə, 5 ulduzlu həyat yaşamaq sizi gözləyir. Mirvari City, xəyallarınızdakı yaşayış kompleksi. Budağı neçədir bildin? Budağdan yarpağı neçədir bildin? Salxımın saçağı neçədir bildin? Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir. Tərpəşir tellərin kimi, yarpağı oynaşır əllərin kimi, düyməsi açılır tüllərin kimi. Bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir. Yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir. Könlümüz havalı, gözümüz de aç, gençliğin havası başımızda taç. Biri sensen, biri mənəm, bir yaşıl ağac. Bu yaşıl ağacın altı bizimdir, yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın altı bizimdir, bu yaşıl ağacın
ağacın altı bizimdir. Ateş Allah'ındır, isti Allah'ın, ocak Allah'ındır, tüssü Allah'ın. Bu yaşıl ağacın üssü Allah'ın, bu yaşıl ağacın altı bizimdir. 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 Dən kimi səpələ, toxum kimi ək, Zəlimxan bu anın ləzzətini çək. Hələ bizdən sonra çoxu deyəcək, bu yaşıl ağacın altı bizimdir. 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 Gözlüm nazlı yarım, alı gözlüm nazlı yarım, öldürecek bu yol beni, öldürecek bu yol beni, öldürecek bu yol beni. Həsrətindən oldum dəli, həsrətindən oldum dəli, öldürecek bu yol beni, öldürecek bu yol beni, öldürecek bu yol beni. Təbibim sən yetiş dada, təbibim sən yetiş dada, öldürecek bu yol beni, öldürecek bu yol beni, öldürecek bu yol beni. Sən haqlısan mən piyadə, sən haqlısan mən piyadə, öldürecek bu yol beni, öldürecek bu yol beni, öldürecek bu yol beni. Ələsgərdir mənim adım, aləm yandır badım. Ələsgərdir mənim adım, aləm yandır badım. Heç bir yerdən yox gümanım, heç bir yerdən yox gümanım, öldürecek bu yol beni, 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 öldürecek bu yol beni. Yar adamı öldürər də, xoş deyə, ondan gələn dərd də belə deyir, şirindir. Göyçaya salamlarımızı göndərirəm, hal-hazırda bizə baxırlar, izləyirlər. Bizim şirkətdə də biri var ki, o Göyçaylılar öldürüblər dahi onu. Tərəni xanım, salamlarımı göndərirəm bizim gözəl gəlinimizə. Öpürəm səni, baxır, izləyir hal-hazırda. Hazırlaşırıq, Vaqif. Toy olacaq Dünya Televiziyasında inşallah. İnşallah həyətində burada. Elə həyətdə eləyəcəyik toyu. Nə gözəl, nə qəşəng. İnşallah biz də gələrik. Əlbəttə ki, sizsiz toy olar. Mütləq inşallah. Gözəl ifaydı Vaqif, çox sağ ol ifaya görə. Sağ olun, çox sağ ol, təşəkkür edirəm. Dinamik, maraqlı bir ifaydı. Sağ olun, təşəkkür edirəm. Və əziz tamaşaçılarımız, mən SMS nömrəmizi xatırladım sizlər üçün. 8872 SMS-lərinizi yazın, göndərin. Yalnız və yalnız Azərtel abunəçiləri 050 və 051 mobil operatorlarından yazın, göndərin. Qonaqlarımıza suallarınız, mövzumuz var, gözəl mövzumuz var, qısqancılıqdan danışırıq. Belə birazdan sujetimiz də var. Zəhmət olmasa rejissorlarımız
tamaşaçılarımız hazır eləsinlər sujetimizi. Qısqanclıqla bağlı, peşə qısqanclığı ilə bağlı bir sujetimiz var. Hazır eləyin, zəhmət olmasa və mənə söyləyin. Efirdə yayımlandıraq, tamaşaçılarımız görsünlər. Düşünürəm ki, müsahibə alıblar şəhər sakinlərindən və görək onların fikri necədir. Bu qısqanclıqla nə edirlər? Valla bir dərddir ki, belə dərmanı yox deyə. Bilmirsən kimə şikayət eləyəsən. Harada satırlar bunun dərmanından alasan, belə qutuları, qutu, valla. İnsan necə, bax necə onu belə psixoloji cəhətdən müalicə ilə ya Rəhlə xanım? Onun müalicəsi yoxdur. Bir neçə dərmanı olmayan xəstəliklər mövcuddur. Onlardan biri də budur. Onlardan biri də. Biri sevgidir, biri paxıllıqdır. Onların dərmanı yoxdur. Yoxdur. Təbiətdən gəl, təbii içərdən gələn. Daxildən. Ən qorxulu xəstəlik belə düzələ bilər, xərçəng xəstəliyi. Amma bu paxıllıq xəstəliyi düzələndir. Allah şəfanızı versin. Başqa nə deyə bilərəm sizə? Sujetimizi izləyək. Sujetdən dərhal sonra isə davam edəcək. Artıq sujetimiz hazırdır. Salam bu sabahın tamaşaçıları. Hər dəfə olduğu kimi bu günləri də sizlərin qarşısına yeni bir mövzu ilə gəlmişik. Bugünkü mövzumuz iş həyatında qısqanclıq. Və beləliklə gəlin sakinlərimizlə sorğu aparaq və görək ki, onlar iş həyatında qısqanclıqla rastlaşıblarmı və bu onlara nə dərəcədə təsir edib? İşləyirsiniz də yəqin ki, hal-hazırda. Əlbəttə belə. Yəqin ki, sizi iş yerinizdə qısqananlar olur və bu sizə nə dərəcədə təsir edir? Təbii ki, hər bir işdə bu mümkündür. Çünki istər-istəməz hər hansı bir insan öz işində biraz irəli getdikdə, yəqin ki, müəyyən uğurlar qazandıqda bəzən olur ki, qısqanclıq yaxşı mənada olur. Məsələn, dostuna yaxşı mənada qısqanırsan ki, doğrudan da bu insan uğurlara çata bilir. Bəlkə mən ondan öyrənim, görüm hansı uğurla, hansı qaydada, hansı mənada çata bilər. Belə olabilir, bəli, bizdə də var, müəyyən iş yoldaşlarım var ki, mən hiss edirəm ki, müəyyən qısqanclıq var, müəyyən uğurlarım da var, şükür Allaha. Ailəmiz böyüdü, ola bilsin ki, var və mən hiss edirəm bunları. Biz baxmıram, bəzən yaxşı mənada qısqananlar var, mən hiss edirəm ki, yaxşı mənada qısqananlar deyil əsasən. Yəni, pis mənada qısqanan yoxdur, hər halda bunun özü bir böyük bir işdir. Bu qısqanclıq olmasa, yəqin ki, mən də uğura gedə bilmərəm. Bəzən o qısqanclıq da məni haradasa bir həvəsə yaradır ki, mən daha da bir böyük bir uğur qazanım ki, o daha da məni qısqansın ki, onun qısqanclığı özü hiss eləmədən də məni uğurlara aparır. Sizi işdə qısqanan olubmu və bu sizə nə dərəcədə təsir edib? Təbii ki, qısqanılıb hər bir işdə olan bir şeydir. Pis təsir edir adama. İş həyatında, iş yerinizdə kimlərsə sizə qısqanclıq edibmi və yaxud bu sizə nə dərəcədə təsir edib? Yəni qısqanclıq eləsələr, yəni mənə pis təsir elər, bu birincisi. Yəni qısqanırlar ki, yəni, məsələn, niyə məndən yaxşı istəyib? Bu arada mənə təsir elər, düzdür. Amma halbuki həyatımda bir dəqiq, yəni qısqanclıq yəni yoxdur. Yəni Allah eləməsin nə olsun. Yəni dostlarımdan qısqanclıq eləyən yoxdur. Beləliklə əziz tamaşaçılar, bu günlük sizinlə burada sağollaşırıq. Sabahları qismət olsa yenidən görüşəcəyik. Sağ olun, sağlıqla qalın.
Var olun, minnətdaram. Mən istəyirəm biraz o sizə sevənlərə bir məlumat verəsiniz. Harada keçiriləcək konsert, nə zaman olacaq inşallah? Konsertin artıq məşqlərinə yavaş-yavaş başlamışıq. Neçə gündür məşğul olduq bunun, necə deyim, o sənətləşmə işi ilə, aformleniya işi ilə. İndi məşqlərə yavaş-yavaş başlamışıq. Deməli, konservatoriya bizim Musiqi Akademiyasına bitişik, Şövkət Məmmədov adına opera studiya deyilən yerdir. Opera studiyasına gözəl bir kompakt yerdir. Orada olacaq inşallah. Nə bilim, mən ikinci dəfədir ömrümdə ikinci konsert verdim. Bir dəfə Şəhriyar adına Mədəniyyət Sarayında olub konsertim. Ümumiyyətlə, Vaqif bilər də, Vaqif bunu təsdiq eləyər dediyim ki, instrumentalistin konsert verməyi çox çətin bir şeydir. Çox çətin bir. Əgər o konsertə baxmışsansa, inanın ki, Məmməd Araz boyda bir dahi gəlmişdi mənim konsertimə. Bəli, mən yadımdadır bu. İslam Rızayev'indən belə. Hardasa bir 15 il olar o konsert olar. 2005-ci ildə idi. 12 ildə artıq. 2005-ci ildə olar. Yadımdadır, bəli. Bir anşlaqla elə bir konsert olmuşdu. Nə bilim, valla. İnşallah bu da anşlaqla olar. Allah İnşallah, inşallah. Uğurlar arzulayırıq. Çox sağ olun. İnanırıq ki, inşallah yaxşı olacaq. Allahın köməyi ilə. Nə bilim, qurban olum Allaha. Konsertdə yaxın yəqin ki, bir daha qonağımız olacaqsınız. Ümumiyyətlə, inşallah, mütləq. Mən ümumiyyətlə bir iş görmürəm. Görəndə onu əminə istəyirəm ki, mükəmməl olsun. Ona öyrəşmişəm, ona vərdiş eləmişəm. Həyatda bu cür tərbiyə almışam mən ki, məsələn, bugün oradan deyim elə, həmişə bir 15-20 dəqiqə ehtiyat vaxt götürürəm özümə ki, mən Nardarandan gələm, Nardaranda yaşayıram bura. Gəldim, yol bağlı oldu. Yəni, o özümün içimdəki o tərbiyədən irəli gəldi, başqa cür ola bilmirəm. Mən radara düşdüm neçə dəfə, onu Allah bilir, Allah bilmir, Allaha qurbanım, Allah da bilir, onu sonra gələndən mən biləcək ki, gecikməyim deyə Göndərin dünya seviyyə. nə sürətlə gəldim. Hə, o məsuliyyət məndə var. Nə bilim. Rəhlə xanım, bir gözəl şeylər eşitəyimi sizdən? Daha sonra danışaq o qısqanc insanlardan, peşə qısqanclığından danışırıq bunları. Hörmətli tamaşaçılarımız, 648-08-47 nömrəsinə ziyən vura bilərsiniz. Fikirlərinizi söyləyə bilərsiniz. Mövzu ilə bağlı istəyirəm danışasınız. Bax, belə şeylə rastlaşmısınızmı bu kimi hallarla? İşdə, kollektivdə, təbii ki, çox görürük belə insanları ki, bir uğur əldə edirik, bir nailiyyət əldə edirik, qoymurlar qabağa gedək. İmkan vermirlər ki, uğur qazanaq. Öldürüb bu içimizdəki paxıllıq, qısqanclıq bizi. Niyə axı, niyə sevinmirik? Bax, məsələn, fəxirdir. Gözəl sənətkarlarımız əyləşir. Məsələn, mən müğənni olsaydım, sevinərdim ki, nə gözəl. Vaqifin gözəl səsi var. Vallahi adama xoşdur. Və yaxud da Rəhman bəy, bir şair olsaydım, bu istedadım olsaydı, niyə də sevinməyək? Niyə? Hər zaman söyləyirəm bu sözümün arxasında ki, biz Azərbaycan vətəndaşıyıq. Əgər uğur qazanan Azərbaycan vətəndaşıdırsa, sevinməyə dəyər və sevinməliyik. Bu bizim borcumuzdur. Allah qoysa danışam. Onun bir dərmanı var ki, boş verək etsin. Bəli, fikir verməyək. Artıq insanın bir mərhələ var, bir çərçivə var. Ora gəlib çatanda artıq bütün səbir kasan daşır. Amma ki, daha önce o çarəsi olmayan bir xəstəlikdirsə, boş vermək lazım. Qoy nə qədər istəyir paxıllıq eləsin. Dinləyə gözəl şeir. De necə ayrılım sən tək sənəmdən. Ayrılsam ayrılar ruhum bədəndən. Ruhsuz bədəni neyləyirəm mən. Ayrılmaq olarmı şehli çəməndən. O şehli çəməndə gülşənim sənsən. Gözəlsən, gözəlim, dünyama tənsən. Ömürdən bir xoş an keçərmi sənsiz? Sevgilim, gözümdən axı sən gensən. Eşqinlə inləyən bir ürəyim var. Vurğunam mən sənə, ey gül üzlü yar. Yaşama səbəbim məhəbbətindir. Sənsiz bu gen dünya olub mənə dar. Eşqdən məhəbbətdən gələrək cuşa. Ulduz tək sayrışaq göylərdə qoşa. Ömür çox qısadır, verməyək bada. Yaşılbaş sona tək verək baş-başa. Rahilə vurğundur gül üzlü yara. Gəlməsə düşəcək min ahızara. Bənövşəyəm, boynu bükük qalmışam. Gəl yetişsən dada, pərverdigara. Gəl yetişsən dada, pərverdigara. Sağ olun Rəhlə xanım, sağ olun, var olun, eşq olsun. Vaqif, bu şeirdən sonra nəsə bir bağışlı eşitmək istədim. Bağışlı oxuyacağım bizim gözəl bəstəkarımız, gözəl insan Cabbar Musayev bəstəsidir. Sözləri Şahin qardaşımızındır. Aranjmanda İlkin Valihoğlu.
Xəşinova salamlayırıq buradan yeri salamlayırıq. gəlmişkən. Çox uzun illər bundan öncə ifa eləyib, amma həqiqətən çox gözəl ifa eləmişsən. Çox sağ olun, mən də yeni aranjmanda, yeni nəfəsdə bu mahnı yada saldım. Çox sağ olun. Buyurun, dinləyin. Dinləyək. Bağışla sevgilim, bağışla məni, mən sənin qədrini bilə bilmədim. Mənim günahımdır o yaş, o damlar, bağışla göz yaşım silə bilmədim. Mənim məhəbbətim nə verdi sənə, hicrandan savayı, gəlməm savayı. Qayıdıb dünyaya gəlsəydim yenə, mən kimi sevərdim səndən savayı. Sən mənim bəxtimə bir qızıl çiçək, mən sənin ətrini duya bilmədim. Sən mənim bəxtimə bir qızıl çiçək, mən sənin ətrini duya bilmədim. Sən soldun həsrətdən, eyləcək-ləçək, mənsə bu xəzanı duya bilmədim. Sən soldun həsrətdən, eyləcək-ləçək, mənsə bu xəzanı duya bilmədim. Bağışla sevgilim, bağışla məni, mən sənin qədrini bilə bilmədim. Mənim günahımdır o yaş, o damlar, bağışla göz yaşım silə bilmədim. Mənim məhəbbətim nə verdi sənə, hicrandan savayı, gəlməm savayı. Qayıdıb dünyaya gəlsəydim yenə, mən kimi sevərdim səndən savayı. Sən mənim bəxtimə bir qızıl çiçək, mən sənin ətrini duya bilmədim. Sən mənim bəxtimə bir qızıl çiçək, mən sənin ətrini duya bilmədim. Sən soldun həsrətdən, eyləcək-ləçək, mənsə bu xəzanı duya bilmədim. Sən soldun həsrətdən, eyləcək-ləçək, mənsə bu xəzanı duya bilmədim. Rəhman, gözəl ifa eləyib. Həqiqətən.
Danışdıq da, Vaqif çox gözəl ifasıdır. Təşəkkür edirəm. Var Sağ olun. Mahnıya yeni nəfəs gətirdin Vaqif. Doğrudan da və o tamaşaçılarımız vardı ki, bu mahnını unutmuşdular, yaddan çıxmışdı, bir daha yenidən yada saldın. Ümumiyyətlə, bu çox sevilən bir bəstədir. Cabbar Musayevin ən sevilən bəstələrindən biridir. Bunu da bizim gözəl müğənni dostumuz Elxan Şirinov ifa edib. Çox gözəldir ifa edib. Mən bu mahnını inandırım ki, 25 ildə oxuyurdum. Yəni, həmişə oxuyurdum. Sadəcə olaraq o qədər bu mahnını sevirdim ki, axırda bunu lentə aldım ki, qoy. Amma icazəsini də aldım. Elxan Şirinovdan, dostumuzdan halallığını aldım. Belə məni studiyada Cabbar Musayev özü də oxuyanda o göstəriş verir ki, bunu belə elə, bunu belə elə. Təbii ki, öz ürəyimi bu mahnıya qoymuşam. Yəni, çox sağ olun, təşəkkür edirəm. Yəni, əmək olan hər kəsə öz təşəkkürümü bildirirəm. Aranjmanı da İlkin Valihoğlu eləyib, çox sağ olsunlar. Sözlər də Şahin Nəcəfovundur, sağ olsunlar. Sağ olsunlar. Tamaşaçımız var. Aha, Elşad Qarayev xəttədir. Qəbul eləyək. Alo. Salam, necə? Sabah xeyir olsun. Sabahınız xeyir olsun, necəsiz? Sabah xeyir. Buyurun, eşidirik sizi. Çox sağ olun, siz necəsiz? Təşəkkür edirəm, yaxşı olasınız. Məni eşidirsiniz, yaxşı. Bəli, sizi çox gözəl eşidirik. Çox sağ olun ki, bizim gözəl sənətkarlarımızı dəvət edirsiniz. Rəhman mənim dostum, Vaqif. Təşəkkür edirik. Yaxın günlərdə sizi də gözləyirik. Şəxaliyyətdəki qardaşım. Sağ ol, əzim, var olasınız, çox sağ olun. Təşəkkür edirik. Valla bilirsiniz, xanım da deyəsən şairədir, mənə belə gəldi. Bəli, bəli, gözəl şairəmizdir, bəli. Televizorun səsini alın, rahat eşidək. Minus cəhətim ki, tanımadım da, bağışlayar yarar məni. Buyurun, buyurun. Bir mənfi cəhətimdir ki, minus cəhətim ki, tanımadım, bağışlasın deyil mən. Buyurun. Sizə uğurlar arzu edirəm, gözəl verişləriniz var, doğrudan da baxıram. Çünki mən tez yuxudan dururam. Aha. Həmişə sizin işlərə baxıram. Təşəkkürəm, tez yuxudan. Gözəl, Rəhman da ki, gözəl qardaşım da ağladır da, 2 taranı ağladır. Sağ ol Elşad. Allah sənin oğlunu saxlasın, nəvələrini saxlasın. Vaqif da ki, maşallah, əladır, çox gözəldir. Təbrik edirəm, hamımızı çox gözəldir. Xoşuma gəldi. Sağ ol, təşəkkür edirik. Və çox sağ olun ki, belə gözəl sənətkarları ora dəvət edirsiniz. Çox sağ olun. Siz sağ olun, təşəkkür edirəm vaxtınıza görə. Və Ramiz müəllimə də öz təşəkkürümü bildirirəm. Ramiz müəllim çox sağ olsun. Siz sağ olun, var olun. Yeri gəlmişkən mövzumuza uyğun olaraq mən Elşadın bu zənginə cavab verim ki, mövzumuz qısqanclıq, sənət qısqanclıq. Yoxdur qısqanclığı, sizə vurub söylədi. İçində xainlik olmayan, qısqanclıq, sənətə qısqanclıq olmayan, and olsun Allah o zəng elədi deyə, bizim haqqımızda xoş söz dedi deyə, mən sevmirəm belə şeylə. Bax, belə bir oğlanlardan ki, yoxdur onda qısqanclıq. Əlbəttə, çox sadə, ürək açıq bir insan. Həddindən artıq ürək lazımdır onu ki, misal üçün, hələ veriliş başlayandan saatdan artıq gedib hələ mövzumuz haqqında danışmamışıq. Mən sənə irad bildirim onu. İcazə ver mövzumuzdan danışaq ki, bu sənət həqiqətən, mənim Vaqif qardaşım dedi, çox çətin sənətdir, kənardan baxana çox asan gəlir. Mən o qədər şeylər görmüşəm. Məsələn, mənim kimlərsə soruşana cavab veriblər ki, türmədədir Rəhman. Ya xəstədir, ya nə bilim filandır bəşin. Əvvəllərin olan söhbətləri də bu. Bu yaxınlarda sizin elə bizim Samirin verilişində mən belə... Ümumiyyətlə, mən həmişə yaxşı tərəfin adını çəkərəm. Məsələn, deyərsiniz ki, sizi kim qısqanıb, onun adını çəkmərəm. Mən qısqanmadıqlarımı çəkərəm ki, bir gün mənim qardaşım, bax, məni təsdiq eləyərdə, çünki musiqiçidir neçə illərin. Bir gün Azərbaycanın aparıcı qüvvələrindən bizim sənətdə Elman, gitara çalan Elman var, bizim Rafiq Bərdəli var. Mən həmişə adını çəkirəm, İxtiyar var Sumqayıtda. Mən onlardan diqqət görməsəm də, amma mən öz diqqətimi yerinə yetirirəm. Mən bunların, sevinirəm bunların uğurlarını görəndə. Amma misal üçün, yaxınlarda bir dənə bizim Samirin verilişində, tam səmimdə bir dənə həmkarım olub orada. Səs tembri mən, repertuarlarım mən, amma ona sual verib ki, eşitdiyimə görə, mən onu araşdıracağım onu ki, eşitdiyimə görə sual verib ki, Rəhmana qulaq assan, deyib ki, heç vaxt qulaq asmıram, heç qulaq asmaram ona. Belə-belə qısqanclıqlar... Deyin o insan adını, mən efirə dəvət edeyim onu mütləq şəkildə. Mütləq mən onu dəvət edəcəm efirə. Qısqanclığı bacarmadım, sənət qısqanclığını bacarmadım həyatda mən. Xain ola bilmədim.
Ona görə bu günləri sənətkar olmuşdur, Rəhman bəy. Bəli. Allah köməyiniz olsun. Mən o insanı dəvət edəcəm və sizi də dəvət edəcəm efirmə. Gəlsin, burada 2 saat məcbur sizə qulaq assın, sizi dinləsin. Mütləq. Mütləq olasın, elə efirimizə bəlkə də indi baxır. Savalan Mebel evindən danışım sizə, hörmətli tamaşaçılarımız. Sumqayıt şəhəri 17-ci mikrorayon və qarşıdan 25 aprel gəlir. 25 apreldə də hər ayın 25-i də həmin gün orada nələr olur? Eksklüziv şok endirimlər, şok kampaniyalar olur və bu ayda elə Məhərrəm bəy yaxın günlərdə qonağımız olmuşdu, söylədi ki, bu 25-i Əminə xanım sizin bilmədiyiniz daha növbəti bir kampaniyalar olacaq ki, inşallah ki, mən 25-i özüm gedəcəm bir daha və özüm gözlərimizlə görəcəyik və çəkib siz tamaşaçılara göstərəcəyik yenə inşallah ki. Bir daha təşəkkürlərimi bildirəm Sumqayıt şəhəri 17-ci mikrorayon Məhəmməd Əsədov küçəsində yerləşən Savalan ailəsinə. Çarxımızı izləyək, sujetimizi bir daha izləyək və Rəhman bəy ifasından davam edək. Xanım, özünüzü təqdim edin. Mən Sayalı. Biz bir ay olmaz ki, biz Savalan Mebel evinə gəldik. Gördük, bu gözəllikləri gördük, bəyəndik. Öz yeni evimizə buradan mebel almağa qərar verdik. Özümüz üçün yataq dəsti, qonaq dəsti, mətbəx mebeli seçməyə gəlmişik. Onu da qeyd edeyim ki, tək şəxsiyyət vəsiqəsi ilə yerindəcə sənədləşdirmişik. Götürmüşük keyfiyyətindən, ən əsası Gülərüz personaldan. Çox razıyıq. Hamısına təşəkkürümüzü bildiririk. Bütün qız köçürənlərə, ondan sonra yeni ev alanlara, mebel almaq istəyənlərə müraciət edirəm ki, Savalan Mebelə gəlsinlər. Əziz tamaşaçılarımız, mən gəzdim, çox gözəl qonaq, yataq və mətbəx mebelləri var. Amma mən bu günləri nədənsə zövqümə uyğun, bax bu yataq dəstidir, çox bəyəndim. Adı King 2017-dir. Yəni son dəbə uyğun. Qiymətini bilmək istəyirsiniz, qiymətini də açıqlayacağım sizlər üçün. 3000 manatdır. Ürəyiniz istəsə, bəyənsəniz, gəlib söylürsünüz ki, Əminə xatun 2500-ə söyləmişdi. 2500-ə bax bu gözəl yataq dəstini əldə eləyəcəksiniz. Və çox özəlliyi ondan ibarət ki, həqiqətən də içi çox genişdir. Yəni ürəyiniz istəyən qədər geyimlərinizi asa biləcəksiniz. Çox bəyəndim və yataq dəstində daha çox bəyəndiyim bir özəlliyi ondan ibarətdir ki, geniş olsun və çəkmələri çox olsun. Çox gözəldir. Həqiqətən də çox zövqə uyğundur. Elə yerindəcə sənədləşdirməklə heç bir zaminsiz, arayışsız gəlirsiniz, daxil olursunuz mənim kimi Savalan Mebel evinə. Sizi gülər üzlüklə qarşılayırlar və söylüyorsunuz ki, mən bu mebel dəstini bəyəndim. Elə təkcə şəxsiyyət vəsiqəsinizi göstərməklə əldə edirsiniz və aparırsınız evinizə. Çox asan, rahat. Maşallah, maşallah, çehrə. Biopower 9 xüsusi tərkibə əsas. Kristal Abşerondan özəl bahar hədiyyəsi. 20% ilkin ödəniş, 60 aya kimi ödəmə imkanı ilə Sumqayıtda tam təmirli, çıxarışlı, dəniz mənzərəli mənzil sahibi olun. Təmirdə İtaliya, İspaniya, Almaniya istehsalı materiallardan istifadə olunur. Təmirə bütün hamam aksesuarları da daxildir. Ətraflı 018 64 2 0200. Kristal Abşeron. Xəyallarınızı inşa edirik. Mənzillər çıxarışla təmin olunur. Salam bu sabahın tamaşaçıları. Hər dəfə olduğu kimi bu günləri də sizlərin qarşısına yeni bir mövzu ilə gəlmişik. Bugünkü mövzumuz iş həyatında qısqanclıq. Və beləliklə gəlin sakinlərimizlə sorğu aparaq və görək ki, onlar iş həyatında qısqanclıqla rastlaşıblarmı və bu onlara nə dərəcədə təsir edib? İşləyirsiniz də yəqin ki, hal-hazırda. Əlbəttə belə. Yəqin ki, sizi iş yerinizdə qısqananlar olur və bu sizə nə dərəcədə təsir edir? Təbii ki, hər bir işdə bu mümkündür. Çünki istər-istəməz hər hansı bir insan öz işində biraz irəli getdikdə, yəqin ki, müəyyən uğurlar qazandıqda
bəzən olur ki, qısqanclıq yaxşı mənada olur. Məsələn, dostunu yaxşı mənada qısqanırsan ki, doğrudan da bu insan uğurlara çata bilir. Bəlkə mən ondan öyrənim, görüm hansı uğurla, hansı qaydada, hansı mənada çata bilər. Belə ola bilir, bəli, bizdə də var, müəyyən iş yoldaşlarım var ki, mən hiss edirəm ki, müəyyən qısqanclıq var, mənim müəyyən uğurlarım da var, şükür Allaha. Ailəmiz böyüdü, ola bilsin ki, var. Və mən hiss edirəm bunları. Pis baxmıram. Bəzən yaxşı mənada qısqananlar var. Mən hiss edirəm ki, yaxşı mənada qısqananlar deyil əsasən. Yəni, pis mənada qısqanan yoxdur hər halda. Bunun özü bir böyük bir işdir. Bu qısqanclıq olmasa, yəqin ki, mən də uğura gedə bilmərəm. Və bəzən o qısqanclıq da məni haradasa bir həvəsə yaradır ki, mən daha da bir böyük bir uğur qazanım ki, daha da məni qısqansın ki, onun qısqanclığı özü hiss eləmədən də mənə uğurlara aparır. Sizi işdə qısqanan olubmu və bu sizə nə dərəcədə təsir eləyib? Təbii ki, qısqanma olub, hər bir işdə olan bir şeydir. Pis təsir eləyir adama. İş həyatında, iş yerinizdə kimlərsə sizə qısqanclıq edibmi və yaxud bu sizə nə dərəcədə təsir edib? Yəni qısqanclıq eləsələr, yəni mənə pis təsir elər bu birincisi. Yəni qısqanırlar ki, yəni, məsələn, niyə mənə yaxşı istəyib? Bu arada mənə təsir elər, düzdür. Amma halbuki həyatımda bir dəqiqə qısqanclıq yəni yoxdur. Yəni Allah eləməsin elə olsun. Yəni dost-tanışlarımda qısqanc eləyən yoxdur. Beləliklə əziz tamaşaçılar, bugünlük sizinlə burada sağollaşırıq. Sabahları qismət olsa yenidən görüşəcəyik. Sağ olun, sağlıqla qalın.
Sağ olun, minnətdarıq, var olasınız. Sağ olun. Rəhlə xanım, bax, qısqanclıqdan danışırıq. Bayaqları Vaqif ilə verilişimiz başlayanda söylədi ki, biz təbii ki, göz önündə insanlarımız görür, amma ekran qarşısından o qədər baxır, o qədər burada əyləşmək istəyən insanlar var ki, o qədər o istedadı nümayiş elətdirmək istəyən insanlar var ki, bir qədər də insanın şans bəs necə bu məsələdə rol oynayırmı? Deyir, birinci, səndən hərəkət, məndən bərəkət, belə bir misal var. Gərək insan özü də biraz diribaş olsun, biraz qabağa keçməyə. Ancaq şansdakı Allahın verdiyi qismətdir. O açılmasa, Allah Teala özü yol verməsə, o alınan iş deyil. Yəni, hər şeyin bir, o icazə verməsə qurban oldu, o ağaçdan bir yarpaq düşməz. Bu mümkünsüzdür. Baxır da, indi insanlar da müxtəlif olduqları kimi, talihləri, qismətləri, o da müxtəlifdir. Birinin şansı gətirir, birinin istedadı var, küncdə bucaqda görürsünüz ki, qalır, nəsə alınmır da. Amma biraz da təbii ki, əziyyət çəkmək lazımdır, zəhmət çəkmək lazımdır ki, onun bəhrəsini görəsən. Çünki elə insanlar var ki, bax, burada əyləşən insanlar elə belə gəlib çıxmayıblar. Mən bilirəm və özləri bilirlər, o yaxınlarınız bilir ki, nə qədər əziyyət çəkib gəlmişsiniz bura. Nə qədər o yuxusuz gecələr, nə qədər o zəhmətlər, bütün onların müqabilində bu yerə gəlib çıxırlar. Amma indi insanlar da var, elə hazıra-nazır istəyirlər hər şeyi. Yox, evdə oturmaqla heç kim evdə oturmaqla heç kimi çağırıb demir ki, sən gəl. Gərək insan özü deyir, bayaq dedim, səndən hərəkət, məndən bərəkət, belə bir deyim var. Gərək insan çox istəməlidir. Bəli. Yəni, uşaqlıqdan arzuları olmalıdır. Onu arzularla həmişə yaşamalıdır, çox istəməlidir. Təbii ki, Allah Teala yol açmalıdır, zəhmətin olmalıdır. Bu zəhmət olanda hamısı bir-birinə vəhdət daşıyır. Göydən düşmək içinə yoxdur. Hər şey gərək tamamilə zəhmət doğrudur. çəkəsən. Allah Teala da çəkdiyin zəhmətin əvəzini heç vaxtı boş qoymur. Mütləq ki, verəcəkdir bir gün. Mütləq, bəli, əziyyət çəkməsən və Vaqif düzgün vurğuladı, qarşına bir məqsəd qoymasan, yoxsa elə nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım, elə nə eləyim, heç nə eləməyim, nə mahnı yazdırım, nə aranjman eləyim, elə hazırca məni tanısınlar. Bəzən heç efirlərə də çıxmaq istəmirlər, çünki efirə çıxırlarsa bir işi də yoxdur. Özü bir mahnı yazır, oxuyur, bəstələyir, aranjman eləyir, hamısını özü eləyir, hələ özü ifadə eləyir hərdən. Qoyur YouTube portalına vəssalam. Adam hərdən çox əsəb keçirdir ki, mənə aiddir. Yox, yaxşı bir iş olsa niyə də ki, yox? Yaxşı iş olsa da Vaqif. Bizdə də var ki, bizim istedadlı müğənnilərimiz var, özləri yazır, özləri aranjman eləyir. Var belə müğənnilər, dünyanın hər yerində var. Amma yaxşı işi, istedadsızdan gedir. Sözləri, musiqisi və aranjmanı mənə aiddir. Vay, sən bir şey iş bacarırsan. Söz də bir söz oladı, yuxuda nə görürdür onu yəni. O müvəqqəti bir haldır. O ki, əgər könül oxşamırsa, ürəklərə yatmırsa, bir gün, 2 gün, 5 gün, uzaq başı 1 ay, 2 ay, lap çox çəksə 1 il. Sonra onlar yaddan çıxıb unudulur, gedir. İnsan ancaq gözləyir, musiqiyə qulaq asanda o köhnə mahnılar var, retro mahnılar var, sonra bəstəkar mahnılarımız var, göz oxşuyur. İndi görürsən ki, oxuyanlar var, düzdür, içində yaxşıları da çoxdur, yəni lap belə göstərmək olar. Amma elələri var ki, valla oxuyur adamın heç özü başa düşmür, nə oxuyur, Rəhlə xanım, özü başa düşmür. Cəmaatı bir kənara qoyuq, özü başa düşmür ki, nə oxuyur. Təkrar eyni mahnıları, nə vaxt gəlirsə, səhnəyə çıxırsa, ya ekrana çıxırsa, eyni mahnılar təkrar, insanın qulağı da yorulur. Nədir, bizim Nizami Abdullayev, bizim Respublikanın əməkdar artisti Ağabal Abdullayevin oğlu. Çoxdanın söhbəti, deyim bir 20 ilin söhbəti. Deyir bir nəfərdən soruşdum, sənin ki bəssaddır. Bir gitara salanın toya düşmüşdük. Deyir, dedim ki, Rəhmanı tanıyırsan. Deyir ki, hansı Rəhman? Bir 20 ilin söhbətdə deyir. Hansı Rəhman? Deyir, Rəhman da, gitara salan Rəhman. Tanımırsan, deyir. Deyir, fikirləşdi, bu gitara çalan fikirləşdi, elədi. Hə, o köhnə mahnıları çalan Rəhman deyirsən. Köhnə mahnıları. Köhnə mahnılardan biri sən ifadəyə görüm eləyə bilirsən, yoxsa yox. Rəhman bəy, Vaqif bəy, xahiş edirəm, əlaqə telefonlarınızı mümkünsə söyləyin, çünki tamaşaçılarımız zəng eləyiblər, əlaqə telefonunuzu istəyirlər. Mənim anadan olandan bircə nömrəm var. Elə anadan gəlmə bir dənə nömrəm var, Lato nömrəsinə oxşayır. Deyim, anadan gəlmə. 050 ilə 312 46 91. 312 46 312 46 91. Vaqif bəy, zəhmət olmazsa. Valla mən böyük məmnuniyyətlə nömrəni verim, amma məni çox narahat edirlər. Yaxşı, mənə zəng eləyin, Vaqif bəy, zəng olmazsa. Çox üzr istəyirəm, yəni nömrəmizsə mən sonra başım ağrıyasın, mən rahat qoymurlar. Düzdür. O da olur. Hərdən ona görə söyləyirəm ki,
Ay balam, ay insanlar, ay vətəndaşlar, hamının evi var, eşi var, ailəsi var, xahiş edirəm. Toy məclislərinə, xeyir işlərinizə lazım onda zəng eləyin. Elə belə zəng eləmin. Vaqifin sözündə çox böyük həqiqət var. İndi mən dedim nömrəni. İndi o qədər mənə lazım olmayan, o qədər mənə zənglər gələcək ki. Özdə zəngin çoxu nədir? Zəngin çoxunu. Bəs xəstə yatıram, Allah bütün xəstələrə şəfa versin. Amin. Mənə bir köməklik elə. Valla sən məndən xəbərin yoxdur ki, mən durumum. Belna Estetik Mərkəzdən danışmaq istəyirəm sizə, hörmətli xanımlarımız, Bakı şəhərində yerləşən Belna Estetik Mərkəz. Sizə lazım olan bütün kosmetoloji prosedurların həyata keçirilməsini istəyirsinizsə, Belna Estetik Mərkəzə mütləq şəkildə üz tutun. Çarxı izləyə yardımcı isə Vaqifin ifasından davam eləyək və Rəhlə xanımdan gözəl şeir də işləyəcək birazdan. Əgər gözəlləşmək istəyirsinizsə, Belina Estetik Mərkəzinə Səadət Həsənovaya müraciət edin. İndi də gəlmişəm botoksa. Cavanlaşmanı saxlamaq üçün Belina Estetik Mərkəzinə müraciət etsinlər. Bugün Sevdə xanıma cavanlaşma prosedurlarından biri olan Business Lady və yaxud da Smooth cavanlaşma proseduruna etdik. Əməliyyatsız, kəsiksiz, qansız, anesteziyasız üz dartma effektini almaq olur. Nazlı mələk gözləri ceyran, oldum o qara gözlərə heyran. Ey nazlı mələk gözləri ceyran, oldum o qara gözlərə heyran. Öldürdü məni həsrəti hicran. Ey nazlı mələk gözləri ceyran, oldum o qara gözlərə heyran. Ey nazlı mələk gözləri ceyran, oldum o qara gözlərə heyran. Eşqim sənə əsir olub bilirsən özün, bir yollarıma nur çilə qoyulsun yüzün. Mən bu ayrılığa gülüm necə dözüm, mən bu ayrılığa gülüm necə dözüm. Yar bu qəlbimə mən həm də bir şirin sözün, yar bu qəlbimə mən həm də bir şirin sözün. Ey nazlı mələk gözləri ceyran, oldum o qara gözlərə heyran. Ey nazlı mələk gözləri ceyran, oldum o qara gözlərə heyran. Ey nazlı mələk gözləri ceyran, oldum o qara gözlərə heyran. Ey nazlı mələk gözləri ceyran, oldum o qara gözlərə heyran. Öldürdü məni həsrəti hicran. Ey nazlı mələk gözləri ceyran, oldum o qara gözlərə heyran. Ey nazlı mələk gözləri ceyran, oldum o qara gözlərə heyran. Eşqim sənə əsir olub bilirsən özün, bir yollarıma nur çilə qoyulsun yüzün. Mən bu ayrılığa
nazlı mələk gözləri ceylan, oldum o qara gözlərə heyran. Ey nazlı mələk gözləri ceylan, oldum o qara gözlərə heyran. Arzum həyatımsan daha nə deyim, qolum qanadımsan daha nə deyim, nə deyim, nə deyim, daha nə xoş nə deyim, sevirəm səni mən, daha başqa nə deyim, nə deyim, nə deyim, daha nə xoş nə deyim, sevirəm səni mən, daha başqa nə deyim. Ey nazlı mələk gözləri ceylan, oldum o qara gözlərə heyran. Ey nazlı mələk gözləri ceylan, oldum o qara gözlərə heyran. Öldürdü məni həsrəti hicran. Ey nazlı mələk gözləri ceylan, oldum o qara gözlərə heyran. Ey nazlı mələk gözləri ceylan, oldum o qara gözlərə heyran. Vallahi Vaqif, çox sağ ol, minnətdaram. Ay Rəhlə xanım, bir gözəl şeir eşidəyim mi sizdən? Verilişimizin də vaxtına çox təəssüf ki, az qalır. Bir gözəl şeirlər dinləyək sizdən. Ardınca isə ifa ilə artıq sağollaşacaq hörmətli tamaşaçılarımız. Sonda isə bugünə olan sonuncu reklam blokumuzu sizlərin nəzərinizə çatdıracağım. Mirvari City'dən danışacağım sizə. Mütləq şəkildə eviniz, ailəniz Mirvari City'dən olsun. Gözəl mənzillərə sahib olmaq istəyirsinizsə. Eşidək Rəhlə xanım gözəl şeir. Sən biri mən. Aha. Ürəyimdə qanad açır arzular, qanad açıb quş tək uçur arzular. Dörd yanıma şəfəq saçır arzular, qəlbimdəki çiçək açan duyğular. Şəfəq saçan biri sənsən, biri mən. Ömür qısa dönüb həyat zülmətə, ürək necə tab eyləsin həsrətə. Fələk saldı bizi yaman zillətə, dərd qəm çəkən biri sənsən, biri mən. Qəm eyləmə, pünhan yaşa sevgilim, dəyməyibdi eşqin daşa sevgilim. İntizarda qalma mənim öz gülüm, qəmdən qaçan biri sənsən, biri mən. İlahi veribdi pay qismətindən, nur yağır üzündən, ar ismətindən. Çox gilə eyləmə day qismətindən, kama çatan biri sənsən, biri mən. Kama çatan, biri sənsən, biri mən. Təşəkkür edirəm Rəhlə xanım, çox sağ olun, minnətdarıq. Allah can sağlığı versin hər birinizə, var olasınız. Rəhman mənim, çox sağ olun, minnətdaram sizə bugün gəldiyiniz üçün, gözəl ifaları bax bizlər üçün səsləndirdiyiniz üçün. Doğrudan da xalqın gözəl ifaları, gözəl sənətkarlara hər zaman ehtiyacı var. İnşallah konsert qabağı bir də görüşəcəyik efirimizdə, mütləq şəkildə və tamaşaçılarımıza geniş şəkildə anons verəcəksiniz. Vaqif, çox sağ ol, əzim, var olasan. Çox sağ ol, mən sizə çox sağ ol deyirəm ki, dəvət eləmişsiniz, təşəkkür edirəm. Yəni, çox gözəl bir... Mələk gözləri ceyran. Ay, sağ ol, ey nazlı mələk gözləri ceyran. Tutmuşam. Gözəl, çox gözəl veriliş oldu, mənə şəxsən çox ləzzət elədi. Gözəl Rəhlə xanım şeirlər dedi. Rəhman müəllim gözəl gitarada ifalar. Yəni gözəl bir tandem yarandı. Bəli. Çaldıq, oxuduq, oynadıq. Alındı, hə. Təbrik edirəm, hər şey gözəl. Təşəkkür edirəm Vaqif, çox sağ olun. Sizlərlə sağlaşıq, hörmətli tamaşaçılarımız. Sabah yenidən eyni məkanda sizlərə sabahınız xeyir olsun söyləyəcəm. Özünüzdən müğayət olun, ifa ilə sağollaşırıq. Allah amanında.